Sualda qohumluq əlaqələrinin qorunmasının fəziləti haqqında soruşulur. Ümumən İslamda qohumluq əlaqələrinin qorunması əhəmiyyətli əməllərdən sayılır. Əgər bir kimsə ruzisinin artmasını və həmçinin ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini qorumalıdır. Necə ki, Ənəs ibn Məlik radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini bərkitsin. Və həmçinin bəzən olur ki, bizə yaxşı olan qohumla əlaqəni qururuq. Yəni, bizdən üz döndərən qohumla isə əlaqələri kəsirik. Abdullah ibn Amr radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdu, qohumluq əlaqələrini qarşılıqlı olaraq saxlayan adama əlaqə quran kimsə sayıla bilməz. Həqiqi əlaqə quran o kimsədir ki, qohumu onunla əlaqələri kəssə də onu yenidən qursun. Yəni, bir adam sənə əlaqə saxlayır daim qarşılıqlı olaraq, sən onu daim əlaqə saxlayırsan, onu ziyarət edirsən. Amma səndən üz döndərən qohumla isə əlaqə qurmursan. Amma həqiqi əlaqələri qoruyan kəs odur ki, onunla əlaqəni kəssə belə, onu yenidən əlaqə qursun. Yəni, niyyətini Allah üçün etsin, təbii ki. Yəni, burada əməl Allah üçün olmalıdır. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem digər hədisdə buyurur ki, qohumluq əlaqəsini kəsən cənnətə girməz. Ona görə dəyərli müsəlmanlar, biz bu əmələ diqqət etməliyik.